Hər birinizə salam. Bugün 2024-2025-ə düşmüş elektron cədvəllər, yəni Excel suallarına baxırıq. Başlayaq. Deyir, elektron cədvəl fraqmenti verilmişdir. A2 xanasına hansı tam ədəd yazılmalıdır ki, x dediyim. Hesablamalardan sonra A4, C4 diapazonu əsasında qurulmuş diaqram şəkildəki kimi olsun. B2 tapaq. Nədir? A2 plus B1, yəni x plus 0, x. Buranı tapaq. 4 plus x, yəni x plus 4 kimi yazıram. 4 vur x, 4x, minus x, 3x. A2 vur 7, 7x plus 5. S3 vur A1, S3 neçədir ki? X plus 4 vur 4 olacaq 4x plus 16. Ondan da 11 çıxanda 4x plus 5. Əla. Baxın, A4 C4 diapazonu əsasında qrupsa, tən ortadan başlamaqla, buradan başlamaqla, saat əqrəbi istiqamətində hərəkət eləyəndə bura A4, bura B4, burada C4 olur. Əla. İndi nəyə baxırıq? Heç nə. Şimdi 3-ün də cəmi neçə eləyir? 7x plus 5, bu. Ümumi eləyəcək 14x plus 10. 14x plus 10'un tutaq ki 50%'in bərabər eləsəm ortadaşına, elə bunun yarısı direkt buna bərabər alır. 0 bərabər 0 alacam, heç nə çıxmayacaq. Məsələn, tutaq ki desəm birinci ilə axırıncının cəmi, yəni bununla bunun cəmi bərabərdir buna, yenə 0 bərabər 0 alacam. Nə edə bilərəm? Heç rahat olsun deyə 20%'ını taparam. Bərabər eləyərəm C4'ə, yəni 3x-a. Buradan çıxaram. Getdi. 28x plus 20 bərabərdir 30x-a. X da buradan 2, 28. 2x bərabərdir 20-yə, x da bərabərdir 10-a. Taparam 10. Yəni 0 bərabər 0 halına rastlaşanda və yaxud x bərabər x alanda orada nə edirik? Başqa yolla yoxlamalıyıq. Sonra davam eləyək. Deyir, elektron cədvəl düsturlarından hansılar doğrudur? Düstur mütləq iki bərabərlik işarəsi ilə başlamalıdır. Bunlar getdi. Sonra baxın, xana adında xəta görürəm. Xana adı sütun adı, sətr adı. Yəni sütun adı nədir? Hərflərdən ibarət olur. Sətr adı da rəqəmdən. Sütun adı var, sətr adı yoxdur. Sütun adı var, sətr adı yoxdur. 2 dənəsi qaldı. 1, 6 doğru cavabım oldu. B variantı. Davam edək. Elektron cədvəl fraqmenti verilmişdir. C5 xanasındakı düsturu A4 F5 diapazondakı bütün xanalara köçürülərsə, hesablamalardan sonra diapazondakı ən kiçik ədəd alınan xana. Baxın, bir bu düsturu hamısına bir köçürdü. Elə bu zülmdür. Yəni bu çox vaxt apar. Nə edə bilərəm qısa şəkildə? Baxın, bu düsturu bu sətr üzrə hansı xanaya köçürəmsə köçürüm, bu F3 dəyişməyəcək də. Çünki sütun üzrə köçürəndə F dəyişər. Onun da qabağında dollar var. Burada da F3 olacaq, burada da, düzdür? Hamısında onda 145 plus olacaq da, düzdür? Burada 145 plus, burada 145 plus, burada da. Bu mənə sərf eləmir. Ən kiçik alanda 145 plus olmaz da. Çünki 145 buradakı ən böyük ədəddir. Bir sətr əvvələ keçirəm. Olur nə F2, yəni hansı ki F2 ən kiçik ədəd olan xanadır. Plus C2. Baxın, indi bunu bura köçəndə hamısında F2 olduğu kimi qalacaq. Hamısında 10 plusdur. Əla. Yaxşı, C2'nin bura köçürəndə olur D2, bura köçürəndə Y2, bura köçürəndə F2. Onda bura F2 plus F2 olur da, yəni 10 plus 10. Elə ən kiçik xana 10 idi, o 2 dəfə cəmləmək 20, bu mənim üçün ən kiçik olardı. Məsələn, bura köçürəndə F2 plus 90, yəni Y2 olacaq. Bu kiçik deyil. Ən kiçik ilə ən kiçik ədəddən alaram mən. Ən kiçik olan xanam hansı oldu? F4 xanası. Yəni bir köçürmədim. Sadəcə sürətli şəkildə, məntiqi şəkildə həll elədik. Sonra davam edirəm. Deyir, elektron cədvəl fraqmenti verilmişdir. B2, Y2 diapazon asılsızında qurulmuş diaqramın şəkildə kimi olması üçün Y2 xanasına yazıla biləcək düsturları müəyyən edin. Baxın, birinci nəyi hesablayayım? A1 plus B1, yəni 5 plus 3, 8 vur 2, 16. Bura oldu 16. A2 minus C1, 16 minus 4. Bura oldu 12. B2 böl C1, 12 böl 4. Bura oldu 3. B1 plus C2, 3 plus 3, 6 böl 2, 3. İndi baxın, bir diapazonu seçib. B2-dən Y2-yə kimi olan diapazonu seçib. Birinci xana onda tən ortada başlamaqla sadə əqrəb istiqamətdə. Bura B2 12 olub. Bura
S2 olub 3, bura olub 3, bura da olub Y2, yəni 50% 12-dirsə 25% 6 olacaq da. Burada onda 6 olub. İndi tapmalıyam ki, hansı düsturların qiyməti 6 olur da, hansı düstur yazsam ora 6 olar. B2 böl S2. B2 böl, yəni B2 desədir 12. 12 böl S2 desədir 3. 12 böl 3 4 eləyir. Bu ödəmədir. B1 plus D2. 3 plus 3 6'dır. Bu ödədir. B2 2 ilə başlayanlar zaten sürətli şəkildə həll eləyəsi olsam 4 ilə 5-ə nəzər yetirdim. A1 plus B1 8 eləyir. A1 plus D1 6 eləyir. 2 ilə 5 olacaq. Cavabım olacaq nə? C variantı. Davam eləyək. Keçdim növbəti suala. B2 B5 diapazonuna görə qurulmuş diaqrama əsasən B2 xanasının qiymətini müəyyən edin. B2 xanasında X dedim. Hansı diapazona əsasən qurub? B2, B5. Bunlara əsasən. Ümid edirəm səsim tutulub. Anlaşılırdı səsim. Davam edeyim. Bu belə məlumat. Deməli. Fikir verin. Onda tən ortadan başlamaqla yenə sadə əqrəb istiqamətdə. Bura X-dir. Bura 2 vur B2. 2X plus 2-dir. Bura B2 plus 1'dir. X plus 1'dir. Burada 3X minus 6'dır. İndi yenə bayaqki üsulla həll eləyə bilər. Hamısını cəmləyirəm. 2x, 3x, 4x, 7x, 7x, 2, 3, minus 6. Plus 3, eləyəcək minus 3 də yazaq birbaşa. Eləyəcək minus 3. İndi nə deyir? Deyir, x-i tap. İndi bax, bu option xanaların cəmiyi, məsələn, 40%, 40%. Bərabər olmalıdır nəyə? 2x plus 2'ye. Yirmi 28x 28 minus 12 bərabərdir 20x plus 20'ye. 8x bərabərdir 32'ye. X də bərabərdir 4'e. Все, x 4. Cavabım oldu 4. Bu formada. Yəni mən 16%'ın buna da bərabər eləyə bilərdim, 24%'ın buna, 20%'ın buna, sadəcə 40%'ın daha rahat görsəndiriyorsun. 20%'la da getmək olar. O da olar da. Keçdim növbəti sual. Nədir? Elektron cədvəl fraqmentinə əsasən A2, C2 diapazonuna uyğun aşağıdakı diaqramın qurulması üçün B1 xanasının qiyməti. B1 xanasına dedim bir dənə X. Baxın, gəl bunları hesablayaq. A1 vur B1, 6x plus C1, 6x plus 12. A2 vur 2. 12x plus 24. A1 vur 5. A1 neçədir? 6'da. 6'yı 5'ə vuranda 30. Deməli, bura 30. Axı, bu diapazon əsasında qurulubsa, yəni sadə əqrəbindən istiqamətlə başlamaqla birinci bura, ikinci bura, üçüncü bura. Onda bura da 30'dur. 6x plus 12 30'dur. 6x bərabərdir 18'e, x də onda 3'də. Rahatlıqla buradan çıxır. Çünki 25%'lərsə bir-birinə bərabərdirlər. Все. Bu da belə. Keçdim növbəti suala. Nə deyir? Deyir, elektron cədvəl fraqmenti verilmiş. B2 xanasına hansı təmədəd yazılmalıdır ki, B2 xanasına bir dənə X dedim. D1 xanasındakı düstur D2, D3 xanalarına köçürdükdən sonra qurulmuş diaqram şəkillər kimi olsun. Aha, maraqlı sual. Gəl baxaq. Bunu bura köçürəndə nə olacaq? B2 vurulsun 1 plus A2 plus C2 böl 100. Bura köçürəndə B3 vur 1 plus. Köçürməmiş birbaşa baxıb da yaza bilərsiniz əslində. İndi mən köçürəm ki, tam aydın olsun. İndi gəl hesablayaq bu. Sətr üzrə dəyişdim deyə bir də sətr nömrələri bir vahidlərdə sütun üzrə eyni qalıb deyə dəyişmədim. A1 plus C2. A1 plus C2. 30 plus 50. Bu eləyir 80. 80'i 100'ə bölündə 0,8. Üstündən 1 gəldim. 1,8. 30'u vuracam. Nəsə 30 vur 1,8 kimi saxlayayım da hələlik. Hələlik. Belə də vura da bilərik. 54'dür də düzdür. 54. 3 vur 18. Aha. Bu belə. Bu belə. Davam eləyirəm. Bu nədir? A2 plus C2. A2 yəni 10 plus C2. Yəni ya C2, C3, əstəğfurullah. C2 idi, bura köçürəndə C3, bura köçürəndə C4 olmalıdır.
A2 10 plus C3 10. 20, 20'yi 100'ə böldüm 0,2, 1,2. B2 də x-dır. X vurulsun 1,2. Bura elədi 1,2 x. Bura nə eləyir? Əslində davam eləməyimizə ehtiyac yoxdur. Niyə? Birinci xananı tapdım 54. Yəni bura 54-dür da. Sağ dəqrəb istiqamətində başlamaqla tən ortadan sağa. Bura 54-dürsə. Bir nəyinsə 45%, 54-dür, düzdür? Mən bunu rahatlıqla, məsələn, tutaq ki deyirəm, 9-a bölsəm, 54-ü 9-a böləcəm, neçə eləyəcək? Deməli 6. Deyə bilərəm də 5% 6-dır. 35%-ni tapmaq üçün də 7-yə vursam, 35% eləyəcək neçə? 42, düzdür? 35% eləyəcək 42. Mən onda deyə bilərəm də bu xana 42-dir. Yəni 1,2 x 42-yə bərabərdir. X də bərabərdir 42 böl 12. 10 idi, qalxdı yuxarı buna. Bunlar 12 ilə bu. Bircə dəqiqə. Nədəsə xəta elədi. 54-ü 9-a böldüm. Elədi neçə? 6. 6 bunun 5%-dir. 5% odursa 7-yə vursam 6-nı bu 42 eləyəcək. Yəni bunun əla. Burada heç problem yoxdur. 42-ni 12-yə böləndə. Mən 42-ni 12-yə bölüb 3 fikirləşirəm. 3,5 eləyir. Əstəğfurullah. Düzdür. 3,5-də vuracam onu, eləyəcək 35-də. Düppədüzdür da. 35. X-i tapdım 35. Yəni bura 35 olmalı. Yəni davam eləmədim. Bura daha hesablamadım. Formadan maraqlı bir sual. Davam eləyək. Elektron cədvəli ilə bağlı doğru mülahizələri müəyyən edin. Deyir, B5 F6 diapazonda 10 xana var. Baxın, bunu necə təyin edirik? Sütun sayı sətir sayda vururam. B5 F6 diapazonunda A, B, C, D, Y, bir dənə də F. Neçə dənə sütun var? 1, 2, 3, 4, 5 dənə sütun var, düzdür? Neçə dənə sətir var? 5-ci və 6-cı sətirlər. 2 dənə də sətir var. Ümumi 10 dənə xana var. Bəli, bu doğru fikirdir. Deyir, sum A2 qoşa nöqtə S2 düsturu A2 və S2 xanalarındakı ədədli qiymətlər cəmliyi yox. A2, S2 diapazonu, A2 var, A3 var, A4 var, A5 var, B2, B3, B4, B5, S2, S3, S4, B5. Təkcə bunlar deyil axı. Mütləq istinaddır, xeyl, bu dollar nəyin qabağındadır? Dollar işarəsi ya sətrin, ya sütunun, ya da hər ikisinin qabağında olmalıdır. Boşluqda olan məhz. Diapazonunda 4 sətirdən ibarət. Sətirlər nədir? 2, 3, 4, 5. Bunlar da düzü A2, Y5 diapazonu. 1, 2, 3, 4. 4 sətirdir, bəli. 4 sütundan ibarətdir. Baxım A, baxaq da buradan. A, B, C, D, Y. Ümumi 5 dənə sütun deyil. Bu da səhv fikir. Nə oldu? 1 ilə 4, yəni A variantı. Davam elədim. Keçdim bura. Elektron cədvəl fraqmentinə əsasən Y1, Y4 diapazonuna uyğun aşağıdakı diaqramın qurulması üçün D1 xanasına hansı ədəd daxil edilməlidir? D1 xanasına dedim X. Y1, Y4 diapazon əsasında qurur. Əla, bura əsasında. Baxın, bura nədir? S1 vur S1, yəni 16. Bura nədir? A3 plus A5. A3 bura plus A5 bura. Bunların 3-cü cəmidə, yəni 4 plus 10 plus 6, bu da eləyəcək 20. Bunları hesablayaq indi. Bu nədir? B2 vur B2. B2-dən nəsə var idi. Mən görmədim. B2-də isə yoxdur. Hə, yox var ya, B1-dir. Mən niyə B1 2-dir, B1-ə bax. 8 vur 8. 64. Vur ona 640. Böl 16-ya. 640 bölünsün 16. Bu da 640 zaten 4 vursun 160'dır. Düzdür. 10, 40 eləyəcək də. 40 eləyəcək. 600, birinci tapdım ki 40'dır. Əla. Sonra 2 vur Y1. Y1 neçədir? 40'dır. Bura olur 80. D1 böl X. Bura X
Estağfurullah. D1 bölünsün 2. X bölünsün 2. Bura x bölü 2. Burada C5. C5 neçədir? 20. İndi baxın, birinci xana 40-dır. İkinci xana 80-dir. Üçüncü xana, dördüncü xana 20-dir. Bura 20-dir. Bura 10% 20-dirsə 30% 60 olacaqdı onda. Yəni x bölü 2 60-dırsa, onda x də 120 olar da, belə sürətli formada tapa bilərik. Bu keçdi növbəti suala. Elektron cədvəlinin D sütununda 6-cı sətirdən başlayaraq ardıcıl olan 10 xana seçilir. Deməli, D-nin 6-cı sətrindən başlayıb, əla, ardıcıl 10 dənə xana seçib. Düzdür? İndi bax, əslində burada ardıcıl sözü 2 mənaya gəlir, düzünə qalsa. Biri sütun olaraq belə seçib, biri sətr olaraq belə seçib. Yəni sətr olaraq seçibsə, D6, D7, D8, D9, D10, D11 belə kimi getməlidir. Neçəyə kimi? 6-dan elə bir ədədə kimi getməlidir ki, ümumi 10 dənə xana olmuş olsun. Məsələn, burada gözümə çarpdı. Tutaq ki, bu variantı yoxlasam, 6, 7, 8, 9, 10. 10 dənə xana var burada? Yox, 5 dənə xanadır. Gərək gedərdi 11, 12, 13, 14, 15, 16-ya kimi. İndi fikir ver, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yox, 15-ə kimi getmək kifayət. Əgər ki, getmiş olsaydı bura kimi, 10 dənə xana olacaqdı. Bu da variantda əslində görsənir, Y variantı. Amma indi bunu belə biraz böyük olsa belə yazıb tapacaq. Əlbəttə ki, yox. Biz bilirik ki, məsələn, burada neçə dənə sətr var tapmaq istəyirəmsə, 15-6 parça, 6-15 parçasındakı ədədlərin sayına tapa bilərəm də. Buradakı ədədlərin sayı necə tapılır? 15 minus 6 plus 1. Deməli, 10 dənə ədəd varsa, 10 dənə sətr var deməkdir də. Biz bilirik ki, parçadakı ədədlərin sayı A, B parçasındakı ədədlərin sayı B minus A plus 1 şəklində tapılır. Məndən istəyir ki, B minus A plus 1 10-a bərabər olsun, düzdür? Və mənə A-nın qiymətini də verim 6-cı sətirdən başlayaraq. Altdan başlayaraqsa B də gərək 15 ola ki, bu ümumi 10 olmuş olsun. O da Y variantında görsən. Yəni bundan istifadə edib sürətli, böyük ədədlər olanda elə də tapa bilərik. Hə, indi ola bilərdi sütun olaraq seçilsin. Amma burada baxan kimi görürəm ki, D-dən Y sütunu var və onlarda da ədəd dəyişib. Deməli bu deyil də. Yəni burada yəni fikirlərində tutduqları sətr olaraq seçilməlidir. Bu formada ümid edirəm faydalı ola bildi və səsim biraz ola bilsin xəstəyəm deyə tutqun gələ bilər. Ümid edirəm anlaşıldı. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.